Salam, hörmətli müəllimlər. Təhsil verənlərin sertifikatlaşdırılması prosesinə cəlb olunan müəllimlər üçün maarifləndirici videolarımızın ilk buraxılışı ilə qarşınızdayıq. Bu videolar vasitəsilə siz fizika, kimya, coğrafiya, informatika, biologiya, eyni zamanda metodika və pedaqogika haqqında məlumatlar əldə edəcəksiniz. Eyni zamanda həmin fənlərə dair müxtəlif mövzularda test tapşırıqlarının izahı ilə tanış olacaqsınız. Ümid edirik ki, bu veriliş vasitəsilə siz sertifikasiya prosesinə daha yaxşı hazırlaşa biləcəksiniz. İlk verilişimiz isə informatika fənninə dairdir. Biz bugün informasiya və informasiya prosesləri, informasiyanın kodlaşdırılması, eyni zamanda say sistemləri mövzularına dair bəzi test tapşırıqlarının həllinə baxacağıq və bu həlləri bizə Anar Əhədli təqdim edəcək. Salam Anar müəllim. Salam, xoş gördük Pərvinə xanım. Anar müəllim, Arti.edu.az saytında təhsil verənlərin sertifikatlaşdırılması üçün qiymətləndirmə çərçivəsi artıq yayımlanıb və biz bu sənəddə hər bir fənn üzrə, eyni zamanda da informatika fənninə görə məzmun sahələrini, həmin sahələr üzrə mövzuları və hər sahə üzrə nə qədər sual təqdim olunacağını gördük. Bu haqda məlumat verməyinizi istəyərdik. İnformatika fənninə görə neçə məzmun sahəsi var və hər məzmun sahəsinə görə neçə sualın təqdim olunması nəzərdə tutulub? Təşəkkür edirəm Pərvinə xanım. Sizin qeyd etdiyiniz kimi Pərvinə xanım, bu il sertifikatlaşdırma prosesinə cəlb olunan informatika müəllimləri üçün çərçivə sənədi artıq paylaşılıb. Bu çərçivə sənədində informatika fənni üzrə məzmun sahəsi 4-dür. İlk olaraq birinci məzmun sahəsi informasiya və informasiya prosesləri. Qeyd edim ki, buradan 11 sual imtahana düşəcək. Digər ikincisi formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma məzmun sahəsidir ki, buradan 25 sual təqdim olunacaq. Üçüncü məzmun sahəsi isə informasiya, kompüter və kommunikasiya texnologiyaları və sistemləridir ki, buradan 12 sual təqdim olunacaq və sonuncu, dördüncü məzmun sahəsi isə cəmiyyətin informasiyalaşdırılmasıdır ki, buradan sertifikatlaşdırmada iştirak edən müəllimlərə 2 sual təqdim olunacaqdır. Və beləliklə toplamda 50 sual ixtisas üzrə təqdim olunacaqdır. Bəli. İndi isə gəlin biz test tapşırıqlarının izahına başlayaq. Buyurun. Bugün bizim izah etdiyimiz məzmun sahəsi informasiya və informasiya prosesləridir gördüyünüz kimi. Bu məzmun sahəsində biz daha çox 3 mövzudan, yəni informasiya və informasiya prosesləri, informasiyanın kodlaşdırılması və say sistemləri mövzusundan danışacağıq. Keçək birinci, ilk sualımıza. Demək, burada biz uyğunluğu müəyyən etməliyik. Nəzəri sualdır qeyd edim. Biz burada informasiyanın xassələrini, təqdim olunma formalarını və növlərini müəyyən etməliyik. Burada informasiyanın sahələri demək, aktuallıq, informasiyanın təqdim olunma formaları video və ədədi formada, informasiyanın növü isə vizual və qoxudur. Demək, beləliklə bizim bu sualın doğru cavabı C variantıdır. Növbəti suala keçsək. Növbəti ikinci test tapşırığımız isə yenə də nəzəri sualdır və uyğunluğu müəyyən etməliyik. İnformasiyanın emalın, ötürülmə və saxlanma prosesinə dair test tapşırığı ilə tanış olacağıq. Biz A bəndinə diqqət eləsək, tələbə boş zamanlarında musiqi dinləyir. Biz burada informasiyanın qəbulu prosesin, yəni burada artıq şagird informasiyanı ilkin prosesdə dinləyir, yəni qəbul edir. A bəndi bizə verilən 3 bəndin heç birinə aid olmayacaq. B bəndi isə şagird müəllimin verdiyi məsələni həll edir. Şagird burada müəllimin verdiyi məsələni artıq müstəqil formada həll edirsə, burada şagird artıq müəyyən bir həllə dayanaraq burada bir iş icra edir və müəyyən bir məsələni özü müstəqil formada həll edirsə, demək artıq müəyyən bir nəticə çıxartmış olur və informasiyanı emal etmiş olur. Anar bəzi məlumatları kompüterinin xarici yaddaş qurğusuna yazdı. Burada o məlumatları artıq hər hansısa bir xarici yaddaş qurğusuna yazırsa, demək məlumatlar xarici yaddaş qurğusunda saxlanılır. Radioda bu gün havanın isti olacağı barədə məlumat verildi. Demək, artıq məlumat verilirsə, biz burada informasiyanın ötürülməsi prosesini müəyyən edirik. Və növbəti Y bəndində isə şagird ona verilən tapşırıq haqqında bir neçə mənbədən məlumat əldə edirsə, burada ilkin olaraq deyə bilərik ki, şagird informasiyanı qəbul edir.
Bu bəndlərə uyğun deyə bilərik ki, bizim cavab variantımız Y variantıdır. Növbəti suala baxsaq, hesablayın. Burada informasiyanın müxtəlif ölçü vahidləri verilmişdir və bizə ən sonda megabayt ölçü vahidi ilə tapmağımızı istəyir. Verilmiş bu sırada bütün ölçü vahidlərin, yəni müxtəlif formada verilmiş ölçü vahidlərin megabayta çevirməliyik. Biz burada demək, kilobaytı ilk olaraq 3584 kilobaytdan 1536 kilobayt çıxmaqla 2048 kilobayt alırıq ki, həmin bu kilobayt da megabayta çevirmək bizim üçün daha əlverişlidir və sürətlidir. Biz buradan kilobaytdan megabayta keçmək üçün artıq müəllimlər bilir ki, bölmə prosesindən istifadə edirik və kilobaytdan megabayta keçərkən 1024-ə, yəni 2/10-a bölürük və beləliklə 2048-i 1024-ə böldükdə 2 megabayt alırıq. Digər ikinci 230 biti biz megabayta çevirdikdə yenə də kiçik ölçü vahidindən böyük ölçü vahidinə keçirik. Bitdən megabayta keçərkən biz 223 bitə böləcəyik. Beləliklə 230-u 223 bitə bölsək, bizim cavabımız 128 megabayt olacaq. Növbəti 223 bayt isə biz yenidən megabayta çevirsək, 223 baytı 220 bayta bölərək 8 megabayt olduğunu tapacağıq. Verilən 3 megabayt isə artıq eyni ölçü vahidindədir deyə bunu hər hansısa digər ölçü vahidinə çevirməyəcəyik. Və nəticədə biz 2 megabaytın üstə 128 megabayt gəlib, 3 megabayt çıxıb, daha sonra yenidən 8 megabayt gəlməklə cavabın 135 megabayt ala bilərik. Düzgün cavab A variantı. Növbəti məsələyə keçid edək. Demək, orta hesabla 40 simvoldan ibarət olan mətnin informasiya həcmi 200 bitdir. Bu mətnin yazıldığı əlifbanın gücünü müəyyən edin. Biz burada ilk olaraq mətni informasiyanın həcmin taparıq. Biz burada mətni informasiyanın bir simvolunun informasiya həcmini tapa bilərik və bir simvolun informasiya həcmin tapmaqla əlifbanın gücünü müəyyən edə bilərik. Belə ki, burada böyük n bərabər 2/i bit bu Hartli düsturudur və əlifbanın gücü burada böyük n-dir. Bu bərabərdir 2/i bit. I isə burada bir simvolun informasiya həcmi mənasını daşıyır. Ona görə biz ikinci düsturdan, yəni mətni informasiyanın ümumi həcmin tapmalıyıq. O zaman həcm bərabərdir mətndəki simvol sayı vurulsun, bir simvolun informasiya həcmin müəyyən etməliyik. Məsələdə görüldüyü kimi mətndəki simvol sayı 40 simvoldur və mətni informasiyanın həcmi 200 bitdir. Buradan biz bir simvolun informasiya həcmini müəyyən etməliyik. Burada 200 bit bərabərdir 240 vur i bit olur və buradan i bərabərdir 5 bit. Bizim tapdığımız i burada bir simvolun informasiya həcmidir. Əlifbanın gücün istədiyimiz üçün biz, yəni böyük n-i bizdən tələb edilir. Burada biz həmin verilmiş bu düsturda 5 biti gətirib i-ni yerinə qoymaqla biz 2/5 bit, yəni əlifbanın gücünün 32 olduğunu müəyyən edirik. Cavab C variantı. Növbəti suala keçid eləyək. 256 simvollu əlifba standartı ilə kodlaşdırılan mətn informasiyasının həcmi 2400 bitdir. Həmin mətn Unicode əlifba standartı ilə kodlaşdırılarsa, onun informasiya həcmini baytla müəyyən eləyək. Biz burada əsasən həcmin 2400 bit olduğunu bilirik və həmin mətn, yəni 2400 bit həcmə malik mətni 256 simvollu əlifba standartı ilə deyil, Unicode standartı ilə kodlaşdırmalıyıq. Bunun üçün görüldüyü kimi məsələnin şərtində 256 simvollu əlifba standartı deyil və biz burada əvvəlki məsələdə Hartli düsturundan, yəni böyük n bərabərdir 2/i bitdən 256 simvollu əlifbada bir simvolun 256 2/8 bit olduğundan i-ni, yəni i biti burada 8 tapırıq. O zaman
Bizə verildiyi kimi informasiyanın həcmi, mətn informasiyanın həcmi 2400 bit bərabərdir. Mətndəki simvol sayı vurulsun 8 bit bir simvolun informasiya həcmi. Biz burada A-nı tapırıq. Burada A mətndəki simvol sayıdır. Burada biz mətndəki simvol sayının 300 simvol olduğunu müəyyən edirik. Daha sonra həmin mətn Unicode əlifba standartı ilə kodlaşdırılsa, həcmi neçə bayt olar soruşur. Biz tapdıq ki, mətnimizdə 300 simvol var. O zaman biz yenidən mətn informasiyanın yeni həcmini tapmaq üçün mətndəki simvol sayını vurmalıyıq yeni əlifba standartına, yəni Unicode əlifba standartına. O zaman mətndəki simvol sayı 300 və Unicode əlifbasında isə bir simvol 2 bayt olduğunu bilərək 300 vuraq 2 bayt, 600 bayt. Demək, bu məsələnin düzgün cavab variantı B bəndi oldu. Növbəti məsələyə keçid edək. İnformasiyanı kodlaşdırmaq üçün LED lampalardan istifadə olunur. Hər bir LED lampa qırmızı, göy rənglə yanaşı, əlavə olaraq sönmüş vəziyyətdə də ola bilər. 348 müxtəlif siqnalı kodlaşdırmaq üçün ən azı neçə LED lampadan istifadə edilməlidir? Biz informasiyanı kodlaşdırarkən daha çox iki vəziyyəti nəzərə alırıq. Yəni Hartley düsturunda n bərabərdir 2/i bitdən 2 orada 1 və 0, yəni yanır, yanmır, elektrik var və yaxud yoxdur, bu mənanı daşıyır. Artıq burada biz informasiyanın LED lampaların müxtəlif vəziyyətlərdə kodlaşdırırıq. Ancaq diqqət etsək, bu vəziyyətlərin sayı 2 deyil. LED lampa qırmızı, göy və əlavə olaraq sönmüş vəziyyətdə nəzərə alınmaqla o zaman biz deyə bilərik ki, artıq burada müxtəlif vəziyyətlərin sayı 3-dür. Biz isə 348 müxtəlif siqnalı kodlaşdırmaq üçün ən az neçə LED lampadan istifadə olunub deyirsə, o zaman biz artıq n bərabərdir 2/i bit deyil, 3/i bit düsturundan istifadə edirik və burada biz 348 müxtəlif siqnal deyirsə, 348-i bərabər edirik 3/i bitə. 348 üçün heç bir qüvvəti olmadığına görə biz deyirik ki, 348 3 üstü hansı ədədlə 3 üstü hansı ədəd arasındadır və burada biz müəyyən edirik ki, 348 3 üstü 5 ilə 3 üstü 6 arasındadır. 348-i 3 üstü 5-in daxilinə yerləşdirmək mümkün deyil. Ancaq 3 üstü 6-nın daxilinə yerləşdirmək mümkündür. Yəni bizə burada 6 lampa lazım olar. Doğru cavab Y bəndi. Növbəti məsələyə baxaq. İngilis əlifbasının, yəni 26 hərfdir, həm kiçik, həm də böyük hərf simvollarından istifadə etməklə ən çox neçə 5 simvollu kod yaratmaq olar? Diqqət eləsək, bizdən ümumi 5 simvollu kodların sayını istəyir və ən çox olmağını istəyir. Biz o zaman 5 dənə simvol, yəni 5 boşluq təyin edirik və hər bir boşluq İngilis əlifbasında 26 hərf olduğunu bilirik. 26 kiçik və 26 böyük hərf olduğu üçün burada hər bir boşluqda 26 üstə gəlinsin 26, yəni 52 vəziyyət olur. 5 simvol, hər bir simvol, yəni hər bir boşluq 52 müxtəlif vəziyyət kodlaşdırdığı üçün ümumi biz 52 üstü 5 sayda kod yarada bilərik. Cavab Y variantı. Növbəti məsələyə keçid edək. Unicode əlifba standartı ilə kodlaşdırılan və 128 səhifədən ibarət olan elektron nəşrdə orta hesabla 64 sətr və hər sətirdə isə orta hesabla 512 simvol olduğunu bilərək bu elektron nəşrin informasiya həcmini megabaytla tapaq. Biz elektron nəşrin informasiya həcmini tapmaq üçün elektron nəşrdə olan səhifələrin sayını vurmalıyıq. Elektron nəşrdəki hər səhifədəki sətr sayına və hər sətirdəki simvol sayına və bu elektron nəşr hansı əlifba standartı ilə kodlaşdırılıb, bunu bilməliyik. Bizə də Unicode əlifba standartı verilib. Bunları nəzərə alaraq biz elektron nəşrin həcmini tapaq. Burada biz 128 səhifə vurulsun, 64 sətr vurulsun, 512 simvol və Unicode əlifbasında, yəni bir simvol 2 bayt olduğunu bilirik. O zaman bizdən informasiya həcminin megabaytla olduğunu istəyir. Buradan biz baytdan megabayta keçməliyik.
baytdan megabayta keçərkən 223 baytı 220 bayta bölməklə buradan alırıq ki, cavabımız 8 baytdır. Yəni elektron nəşrin informasiya həcmi 8 megabayt olacaq. Cavab A variantı. Növbəti məsələyə keçid edək. 2048x1024 pikseldən ibarət qrafiki təsvirin informasiya həcmi 2 megabaytdır. Təsvirin palitrasında olan rəng çalarlarının maksimal sayını müəyyən edin. Biz ilk olaraq qrafiki informasiyanın həcminin tapılmasına diqqət etməliyik və burada biz rəng dərinliyini müəyyən etməklə ümumi rəng çalarını təyin edə bilərik. Biz birinci n bərabər 2 üstü kiçik n bit, yəni burada n ümumi rəng çalarlarının sayıdır, n bit isə rəng dərinliyidir. Qrafiki informasiyanın həcmini tapmaq üçün isə təsvirin n-in uzunluğuna və rəng dərinliyinə vurmalıyıq. O zaman biz 2 megabayt həcmdir. Bunu bərabər edəcəyik 2048 vur 1024, yəni 211 vur 210 vur n bit, yəni rəng dərinliyi bizə verilməyib və rəng dərinliyini müəyyən edirik. Buradan da 2 vurulsun megabaytı bitə çevirməliyik, bərabərliyin hər iki tərəfin eyni ölçü vahidinə gətirmək üçün. 2 vur 224 bit bərabərdir 211 vur 210 vur n bit. Buradan n-in 224 bit böl 221 bitdən 8 bit olduğunu alırıq. Burada tapdığımız kiçik n rəng dərinliyidir. Bizdən isə təsvirin palitrasında rəng çalarlarının maksimal sayını istədiyinə görə birinci düstura qayıdacağıq və kiçik n-in yerinə 8 bit yazmaqla böyük n-i 256 tapmış olacağıq. Doğru cavab Y variantı. Növbəti məsələyə baxaq. Qrafiki təsvirin palitrasında rəng çalarlarının sayı 2048-dir. Bu təsvirin n və uzunluq ölçüsünü sabit saxlamaq şərti ilə 16 rəng çalarlı palitraya çevirən zaman təsvirin həcmi 252 kilobayt azalarsa, alınmış qrafiki təsvirin informasiya həcmin kilobaytla müəyyən edək. Biz burada ilkin olaraq təyin etməliyik ki, bizim növbəti, yəni 256 kilobayt azaldıqdan sonraki informasiyanın həcmin. Biz ilkin olaraq təyin edək, bizdə n və uzunluq naməlumdur. Buna bir x dəyişəni desək və həmin n və uzunluqda rəng çalarlarının sayı 2048-dir. Bizə isə rəng dərinliyi lazım olduğu üçün böyük n bərabər 2 üstü n bit düsturundan bizim rəng çalarımız 2048-dir. 2048 isə 2 üstü 11 deməkdir. 2 üstü 11-i 2 üstü i bitə bərabər eləsək, buradan i-ni 11 bit almış oluruq. Demək, ilkin qrafiki təsvirin rəng dərinliyi 11 bitdir. O zaman biz n və uzunluğu x kimi işarə edirik və 11 bit rəng dərinliyi bu qrafiki təsvirdən n və uzunluğu, yəni x olduğu kimi sabit saxlayaraq 16 rəng çalarlı palitraya, yəni 16 2 üstü 4-ü 4 bit rəng dərinliyi olan palitraya çeviririk. Bu zaman həcm 256 kilobayt azalır. Yəni biz x vur 11 bitdən 252 kilobayt çıxmaqla bərabər edəcəyik x vur 4 bitə. Buradan isə 7x bit bərabərdir 252 kilobayt, x bərabərdir 36 kilobayt. Buradan biz müəyyən etdik ki, bizim təsvirimizin ölçüsü 36 kilobaytdır. Bizdən isə 16 rəng çalarlı palitraya çevrildikdən sonrakı qrafiki təsvirin informasiya həcmini istəyir. O zaman 16 rəng çalarlı palitraya çevrilən x vur 4 bitdir. Biz tapdığımız buradan n və uzunluğu, yəni ölçünü gətirib burada x-in yerinə qoyuruq. 16 vurulsun 4, burada 144 kilobayt etmiş olur. Doğru cavab C variantı. Növbəti məsələyə keçid edək. 34 səhifəli elektron nəşrin ilk və son səhifələrində 1024x512 piksel ölçülü 64 rəng çalarlı palitrə ilə kodlaşdırılmış qrafiki təsvir, qalan səhifələrin hər birində isə orta hesabla 32 sətr və hər sətrində orta hesabla 64 simvol olan Unicode əlifba standartı ilə kodlaşdırılmış mətni informasiya var. Bu elektron nəşrin ümumi informasiya həcmini tapmalıyıq. Biz ilk olaraq burada
elektron nəşrdir və bu elektron nəşr ümumi 34 səhifədən ibarətdir. Və bu elektron nəşrdə həm qrafiki fayl, həm də mətn faylı var. O zaman biz bunları ayrı-ayrı informasiya həcmini tapmalıyıq. Belə ki, 34 səhifəlik elektron nəşrin ilk və son səhifələrində, yəni 2 səhifəsində qrafiki fayl var və bunun informasiya həcmini hesablayırıq. 2 səhifəsi var və burada qrafiki faylın eni və uzunluğu, yəni 1024 vur 512. O zaman 2 səhifə və hər bir səhifədə 210 vur 209 en uzunluğu olan təsvir və hər bir təsvir 64 rəng çalarlı palitrada bizdən istəyirsə, rəng dərinliyi 6 bitdir. O zaman bizdən məsələdə kilobaytla ifadə etməyimizi istədiyinə görə bitdən kilobayta keçməliyik. 6/220 biti biz kilobayta çevirərkən bitdən kilobayta keçid etməliyik. Bunun üçün də kiçik ölçü vahidindən böyük ölçü vahidinə keçərkən bölmə üsulundan istifadə edəcəyik. Bitdən kilobayta keçərkən 6/220 biti 213 bitə böləcəyik və burada 213 ilə 220 bit ixtisar olarsa 6/207 kilobayt, yəni 768 kilobayt qrafiki informasiyanın həcmini tapmış oluruq. Növbəti mətni informasiyanın həcmini tapmalıyıq. 34 səhifəlik elektron nəşrin ilk və son səhifələrindəki qrafiki faylı tapandan sonra yerdə qalan səhifə artıq 32 səhifədir. Buna görə də mətni informasiyanın həcmini tapmaq üçün mətndəki səhifələrin sayı 32 səhifə olduğunu bilirik. Hər səhifədə 32 sətr, 2/5, hər sətirdə 64 simvol, 2/6 və bu mətni informasiya kodlaşdırılıb Unicode əlifbasındakı, bu da bir simvolun 2 bayt olduğunu bilir. Ümumi 217 bayt olduğunu bilirik. Bunu da kilobayt ölçü vahidinə gətirmək üçün, yenə də kiçik ölçü vahidindən böyük ölçü vahidinə keçmək üçün 217 baytı 210 bayta bölürük və 207 kilobayt, yəni 128 kilobayt olduğunu alırıq. Diqqət eləsək, biz ayrı-ayrı mətni informasiyanın həcmini və qrafiki informasiyanın həcmini tapdıq. Bizdə isə bu elektron nəşrin ümumi informasiya həcmi. Elektron nəşrin ümumi informasiya həcmi isə qrafiki və mətni informasiyanın həcminin cəmidir. Beləliklə, biz 128 plus 768 kilobaytı toplamaqla 896 kilobayt tapmış oluruq. Cavab D variantı. Növbəti suala keçid edək. Növbəti sualımız say sistemləri mövzusuna aiddir. Biz burada ədədləri müqayisə etməliyik. İlk olaraq görürük ki, müxtəlif say sistemlərində müxtəlif ədədlər verilib. Biz bunları daha rahat şəkildə müqayisə etmək üçün ikilik, 16-lıq və 8-lik say sistemin eyni ölçü vahidinə gətirməliyik. İkilik, 16-lıq və 8-lik say sistemində verilmiş ədədləri eyni say sisteminə gətirməliyik. Yəni, daha çox biz bunları onluq say sisteminə gətiririk. Biz hər bir x, y, z dəyişəninə mənimsədilən ədədləri onluq say sisteminə çeviririk. Artıq müəllimlərimiz ikilik, 8-lik və 16-lıq say sistemindən onluq say sisteminə keçid qaydasını bilirlər. Burada biz həmin bu ədədi ikilik say sistemindən onluq say sisteminə gətirdikdə cavabımız 46. Y dəyişəninə mənimsənilən F1 16-lıq say sistemindəki ədədi onluq say sisteminə gətirdikdə 241 və Z dəyişəninə mənimsədilən 100 8-lik say sistemində olunan ədədi onluq say sisteminə gətirdikdə 64 cavabını almış oluruq. Və bunları artıq eyni ölçü vahidi olduğu üçün müqayisə edə bilərik ki, burada ən böyük Y 241, daha sonra Z 64 və ən kiçik isə X-dir, yəni 46-dır. Cavab D variantı. Növbəti suala keçid edək. Hesablayın. Biz yenə də burada müxtəlif say sistemlərində hesab əməlləri verilib və X-i müəyyən etməliyik. X-imiz isə onluq say sistemindədir. Burada yenə də hər bir say sistemin onluq say sisteminə çevirməliyik. Buradan A2 16-lıq ədədin onluq say sisteminə çevirərkən 162, 101 8-lik ədədin onluq say sisteminə çevirərkən 65, 101 2-lik ədədi onluq say sisteminə çevirdikdə 5, 1C 16-lıq ədədin 16-lıq say sistemindən onluq say sisteminə çevirdikdə 28
cavabını almış oluruq. Və beləliklə artıq onluq say sistemində verilmiş hesablamanı aparırıq. 162-nin üstə 65 vur 5 çıx 28. İlkin olaraq vurma əməlini yerinə yetiririk. 162-nin üstə 325 gəlib 28-i çıxmış oluruq və cavab olaraq 459 ədədini almış oluruq. Cavab D variantı. Növbəti sual. 16-lıq say sistemindəki ən kiçik 14 rəqəmli natural ədədin ikili say sistemində olan yazılışındakı 0 rəqəminin sayını müəyyən edək. Biz 16-lıq say sistemində ən kiçik 14 rəqəmli natural ədədi müəyyən etməliyik. Buradan bizə ən kiçik 14 rəqəmli ədəd deyirsə, demək 1 dənə 1, 13 dənə 0 rəqəmi nəzərdə tuturuq. 1 ilə başlayır, 13 dənə 0 olan ədəd 16-lıq say sistemində ən kiçik 14 rəqəmli natural ədəddir. O zaman biz bunu 16-lıq say sistemində belə ifadə edə bilərik. 16 üstü 13. Burada 16 üstü 13 onu bildirir ki, 13 dənə 0 var və burada əmsal yazılmayıb. Əmsal 1-dir. 1 yazıla da bilir, yazılmaya da bilir. Yəni 16-lıq say sistemində 1 ilə başlayır, 13 dənə 0 var. Yəni ən kiçik 14 rəqəmli ədəddir. Biz burada 16 üstü 13 ədədin ikili say sisteminə çevirməliyik. Yəni 16 üstü 13-ü 2-nin qüvvəti kimi yazmalıyıq. O zaman 16 üstü 13-ü 2 üstü 4 üstü 13 şəklində yazsaq, buradan 2 üstü 52 cavabını almış oluruq. Bayaq qeyd etdiyim kimi, buradakı üst qüvvətdə olan ədəd sıfırların sayını bildirir. 2 üstü 52, burada 52 dənə sıfırın olduğunu bildirir və 2 üstü 52-ci mərtəbə əmsalı 1-dir. 1 əmsalda yazıla da bilir, yazılmaya da bilir. Və buradan bizə aydındır ki, 52 dənə sıfır var və bu ədəd 1 ilə başlayır. 52 sıfır 1 ilə başlayır, 52 sayda 0 rəqəmi var. Cavab D bəndi. Növbəti test nümunəsinə baxaq. 4 üstü 20 üstə 16 üstü 15 onluq say sistemində olan ədədi 8-lik say sisteminə çevirdikdə neçə rəqəmli ədəd alınır və hansı rəqəmlə başlayar? Biz ilkin olaraq bu onluq ədədi daha sadə formada yazmaq üçün 2-nin qüvvətləri formasında yazmalıyıq. Belə ki, 4 üstü 20-ni biz 2 üstü 2 üstü 20, yəni 2 üstü 40 kimi yaza bilərik. 16 üstü 15 isə 2 üstü 4 üstü 15, yəni 2 üstü 60 şəklində yaza bilərik. Daha sonra 2 üstü 40 və 2 üstü 60-ı biz 8-lik say sisteminə çevirək. 2 üstü 40 plus 2 üstü 60 cəmində hər bir ədədi 8-lik say sisteminə çevirək. 2 üstü 40-ı 8-lik say sistemində ifadə etmək üçün 8 2 üstü 3-dür. O zaman biz 2 üstü 40-ı 2 üstü 3 üstü 13 formasında yazaraq, yəni 2 üstü 39. 2 üstü 39-un 2 üstü 40 olması üçün əlavə olaraq vurmalıyıq 2 üstü 1-ə. Daha sonra 2 üstü 60-ı 8-lik say sistemində göstərmək üçün yenidən 2 üstü 3 üstü 20 formasında yazırıq və buradan biz ümumi olaraq artıq 8-lik say sisteminə çeviririk. Belə ki, 2 vurulsun 8 üstü 13 üstə 8 üstü 20 formasında ədəd alınır. Biz buradan diqqət etsəniz, 8 üstü 20, 8 üstü 13 mərtəbəsindən böyük olduğu üçün soldan sağa böyük mərtəbədən kiçik mərtəbəyə doğru yazsaq, 8 üstü 20 üstə 8 üstü 13. Buradan biz müəyyən edə bilərik ki, ən böyük mərtəbəmiz 8 üstü 20-dirsə və 8-in əmsalında heç bir rəqəm yazılmayıbsa, demək 1-dir. Demək, 1 ilə başlayır və 21 rəqəmli ədəddir. Beləliklə, düzgün cavab A variantı. Anar müəllim, təşəkkür edirik geniş izahınıza görə. Mənə elə gəlir ki, hər üç mövzu üzrə yetəri qədər test tapşırıqlarını siz göstərdiniz və müəllimlər də bundan faydalana biləcəklər. Bizə bu şəraiti yaratdığınıza görə sizə təşəkkür edirik və qarşıdan gələn sertifikasiya imtahanında informatika müəllimlərinə, yəni həmkarlarımıza uğurlar arzu edirik. Çox sağ olun. Əziz müəllimlər, biz bugünlük verilişi yekunlaşdırırıq. Növbəti dərslərdə görüşənə qədər.